Sovet dönemindən qalan inzibati binaların sürətlə yenilənməsi aparılır. Əsas məqsəd müasir zamanın tələbləri ilə ayaqlaşmaq, işçilərin rahat iş şəraitini təmin etməkdir. Aparılan işlər çərçivəsində Göygöl Suvarma Sistemləri İdarəsinin inzibati binası yenidən tikilərək istifadəyə verilib. 1926-cı ildə istifadəyə verilən Göygöl Suvarma Sistemləri İdarəsinin əsas binası zaman keçdikcə köhnəldiyindən və indiki dövrün tələbləri ilə uyğunlaşmadığından fırdan yenidən qurulub. Bina ən mükəmməl memarlıq üslubunda inşa edilib. Bina xüsusi dizaynla olduqca maraqlı və gözəl üslubda tikilib. Binada 12 yeni otaq inşa olunub. Xüsusilə qeyd etməliyik ki, burada çalışanlar üçün hər bir şərait diqqətdə saxlanılıb. Qısası Göygöl Suvarma Sistemləri İdarəsi Respublikada analogu olmayan müasir görkəmə sahib tikililərdən biridir. Bu məqsədlə günün tələbinə uyğun müasir üslubla yeni bina inşa olundu. Binanın tikintisinə 2014-cü ildə başladıq. 2016-cı ilin dekabr ayında artıq bina hazır idi. 12 otaq, iclas zalı, Yeni Azərbaycan Partiyasının otağı və digər işçi otaqları yaranmışdı. Binanın içərisində qış aylarında temperaturu seçmək üçün polda, isti pol deyilən avadanlıq qurlaşdırılıb. Yay ayları üçün müasir tipli havalandırma və kondisioner sistemi yaradılmışdır. Binanın xaricidə yüksək zövqlə işlənilib. Üzlük, alkapon və şüşə materiallardan ibarətdir. Diqqət çəkən digər önəmli məqamlardan biri də tikilinin ətrafının yaşıl hasarla əhatə olunmasıdır. Yəni hansısa hasar və ya oxşar tikillər binanın ətrafında olmayacaq. Tikili tam yaşıllıqlarla əhatə olunacaq və bu gözəlliyə xüsusi harmoniya qatacaq. Eyni zamanda şərq üslubunda su hovuzu və fəvvarə də yaradılacaq. Təbii ki, idarənin həyəti də binaya uyğun, onun gözəlliyinə uyğun şəkildə dizaynla bərpa olunur. Bu günə qədər 500 həmişə yaşıl ağac əkilib. Bundan sonra 2000 ağac yenə əkilməlidir ki, burada park şəklində gözəllik yaransın. Bundan başqa binanın qarşısında gözəl bir hovuz inşa olunur. Bu da həm gözəllik baxımından, həm də yanğından mühafizə üçün su mənbəyi kimi istifadə olunacaq. Binanın ətrafında hasar yox, əslində yaşıl hasarla bağlanır hər tərəf. Qeyd edək ki, işlərin əsas hissəsi bitib, indi qalır binanın həyətinin müasir asfalt örtüyü ilə üzlənməsi. Jalə Bayramlı, İlham Məmmədzadə, Səs TV, Göygöl.